Əziz dostlar, 2 sumka boş butulka Almaniyada nə qədər pul eləyir və nə qədər əşya və ərzaq almaq olar? Alışveriş mərkəzindən mütləq şəkildə izləyin, əziz dostlar. Əziz dostlar, yolla gedə-gedələ biraz toyuqla ixtilat elədik. Yolumuza davam edirik. Yol osti keçəndə burada belə alçalar olur uşaqlar. Qırmızı. Pul vermək lazım deyil də. Bunu elə bir qopqatdım yolmuşdu da. Uşaqlar, hele yoldan keçəndə bax, görürsünüz nə boyda maygilası, brat. Almaniyada çox yerdə çəpər olmur. Bax, belə çıxırsan ağaca maygilasından yeyirsən. Uşaqlar, birinci nömrədə atını kullanır. Axırda şotu göstərəcək nə qədər edəcəksin. 11.25 uşaqlar. 2 dənə Oreo şokoladından, bir dənə balsamin kod götürəcək uşaqlar. Uşaqlar, türklərin əmcəyə qatığı var. Körfəz. Bax, bir dənə bundan götürəcək. Uşaqlar, 2 dənə kekız verəcək. Uşaqlar, 1 kiloluq Nutella 5 euro. Uşaqlar, qozdu da, özünüz bilirsiniz, qozdu şöyle yiyirəm. Mədəm qəbul eləmir o birisləri bura. 22 burada var. Uşaqlar, 5 paçka duz, istiot, bildiyində o ədava içində. Bir də ki, nixey, brat, nixey. Xoruz pivi, çay içməyi. Bir blok Red Bull. Alışveriş elədiyi uşaqlar. Işqırıb şöyle. Dostlar, bu qədər şey 8 euro 50 sent. Şəhərlərimiz maraqlı.